Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət efirdədir. Mən yenə də sizinləyəm. Qonağım da var təbii ki. Qonağım iş adamı Anar Almədətovdur. Anar bəy, verilişimizdə xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Necədir? Təşəkkür edirəm, çox sağ olun, çox sağ olun. Yaxşısınızmı? Hər şey əladır, işıqları. Anar bəy, mən sizin müsahibələrinizin birinə baxdım. Əvvəlcə oradan başlamaq istəyirəm. Siz müsahibələrinizin birində deyirsiniz ki, əgər insanın qazanc məqsədi yoxdursa, o insan ət parçasıdır, nə ruhu, nə düşüncəsi var. Bəs Anar bəyin qazanmaq barədə ideologiyası hardan gəlir? Baxın, oradakı cümlə biraz fərqlidir, mən sizə deyim. Mən dedim ki, qazanc məqsədinin, qazancın amalının üzərinə bir ülvi bir məqsəd qoymadan qazancın bir mənası yoxdur. Bəs indi sizin ülvi məqsədiniz ülvi məqsəd, belə deyək də, gənc romantik başlarımızda, uşaq yaşlarımızda ülvi məqsəd anamızın üzünü güldürməkdir. Biraz daha primitiv, biraz daha, amma içi dolu bir məqsəddir. Bu, çox asanlıqla əldə oluna bir məqsəddir. Mamanı doyurmağa nə var ki? Bir müddət sonra daha ülvi məqsəd lazımdır qoymaq. Mən istəmirəm dediyim, elədiyim əməllər haqqında danışmaq sevmirəm. Azərbaycan üçün, vətən üçün, insanlıq üçün faydalı bir məqsəd qoymadıqdan sonra çalışma bir neçə sıfırdan sonra artıq anlamsız qalır. 1 milyon, uzağı 2 milyon, uzağı 2 milyonluq bir vara dövlətdə, bir sərvətə qoyuşduqdan sonra insan ət parçasına çevrilir. Amma o həyatının məqsədini, yaşamanın məqsədinə, önünə bir amal qoyarsa, bir ruh qoyarsa, bir işıq qoyarsa, bu zaman dünya gözəlləşir. Məsələ, tələbə oxutmaq qoya bilər. Çünki mən gənc vaxtı çox acı qalmışam. Təbii ki, insanlar... Tələbə oxutmaq qoya bilər və yaxud da ixracatçı olmağın qürurunu qoya bilər. Mən məsəl üçün başarılı bir iş adamıydım. Amma doyumsuzdum. Bir şeyler eksik olduğunu düşünürdüm hayatımda. İhracatçılığın verdiği güzelliği yaşamak istəyirəm. İhracatçılığı verdiği doyumu yaşamak istəyirəm. Çünkü bizim şirket Rusya'daki zavodların kapılarını satır. Onların biri de özümüz zavodu. Rusya'daki benim şəxsi zavodumdur. Neticede her sattığımız kapıdan aşağı yukarı 70 manat işçiliği var. Sırf işçiliği. Düşünebilirsiniz 70 manatlıq işçidən neçə nəfər adam dolanabilir. 10 minlərlə qapıdan gedir söhbət. Mən hər zaman düşünürdüm, hər zaman fikirləşirdim ki, niyə Azərbaycanda istehsal olmasın bu mal? Hətta biraz daha romantik, biraz daha Don Quixote-cəsinə bir fikir əmələ gəldi. Biz Polşaya qapı ixracat edəcək ki, düşünün, Polşa dünyadakı ikinci ən böyük qapı dövlətidir. Birinci Çin gəlir, ikinci Polşa gəlir. Polşaya qapı ixracat etməyə hədəfinə düşmək üçün Don Quixote olmaq lazımdır, romantik olmaq lazımdır, salak olmaq lazımdır, xülyaların peşində koşmaq lazımdır. Və biz bu hədəfi qoyduq beynimizə, dedik, bəli, biz ixracatçı olacağıq. Mən düşünürəm ki, Azərbaycanın qurtuluşu ixracatçılıqdır. Mən əminəm ki, Azərbaycan qurtulacaqsa neftlə deyil, ixracatçılıqla qurtulacaq. Mən əminəm ki, Azərbaycanda yaranan burjua sinifi alsat hesabına deyil, istehsal hesabına yaranan burjua sinifi ki, ixracat da eləsə, bu Azərbaycanın qurtuluşudur. Mən əminəm və bu yolda da başımı qoydum, bu yolda da 5 ildir gecə günü çalışırıq və çox güzel kontraktlar aldıq Avropadan. Hal-hazırda Avropanın 7 dənə ölkəsinə və Amerikaya, 8 dənə ölkəyə ixracat edirik. Amma bunlar mənim qürur mənbəyim deyil. Mənim qürur mənbəyim Polşadır. Polşaya qapı satmaq Azərbaycana pomidor satmağa bənzər. Və biz bugün Polşadan 2000 qapılıq sifarişimizi aldıq. Noyabrın sonuna kadar da inşallah təhvil verəcəyik. Düşünürəm ki, Polşa proyektimiz Azərbaycan tarixinə keçəcək bir proyekt olacaq. Düşünürəm ki, Azərbaycan qeyri-neft və qeyri-kənd təsərrüfatı sektorunda öz imzasını atan, hətta bəlkə rekordsmen ola biləcək bir nəticəyə sahib olacaq. Bəs, Anar bəy, sizcə bir insan iş adamı olaraq doğulur, yoxsa əmək və bacarıq sayəsində bir iş qura bilir? Mən sizə bir söz deyim, mən bir insanın daxili enerjisinin, iş adamının daxili enerjisinin fitri olduğunu inanıram. Mən gənckən belə düşünmürdüm. Gənckən çalışmaq və zəhmət bahasına bir şeylərin əldə oluna biləcəyini düşünürdüm sadəcə. Gənckən elə düşünürdüm. Mən də o cür düşünürəm. Mən indi elə düşünürəm, bəzi hadisələrin fitri olduğuna. Çünki iş adamı olmaq, yıxıldığı zaman qalxıb təkrar yeməyi bacarmaq deməkdir. İş adamı olmaq, inisiyativ almaq deməkdir. Mükəmməliyyətçi olmadan inisiyativ almaq. Çox maraqlıdır ki, çox başarılı, çox yaxşı oxuyan uşaqlar
Bizim şirkətimizin içində belə uşaqlar var hazırda. Mükəmməliyyətçi olurlar. Mükəmməliyyətçilik hər zaman qorxu doğurur. Mükəmməliyyətçilik hər zaman idealist bir baxış sərgiliyir və qorxu doğurur. Və ümumiyyətlə də bu tərz insanlar iş adamı olanda başarılı olmaya bilirlər. Mən iş adamının bəzi, hətta bir şey deyim, keçən bir araşdırmada hormonal bazda, hormonal əsasda, fizyolojik əsasda fərq olduğunu inanıram. Çünki baxın, iş adamı olmaq birinci narahat insan olmalısan. Mən elə düşünürəm. Ruhun sakit olmamaq. Bəli, narahat insan olmalısan. Narahat insan, mən iş adamların içində rahat insan çox az görmüşəm. Hər zaman bir narahatçılığı olan insanlar daha çox iş adamı olabilir. Uğur qazanabilir bu sayede. Bəli, bəli. Təbii ki, bunlar hamısı yetərli deyil. Burada bir şans faktoru da var. Mən şansın da, baxın, biz 30'lu yaşlarında genç iş adamlarıydık, başarılı iş adamlarıydık. Toplanırdık, söhbət edirdik, çay içirdik. Və hər zaman başarımızın mənbəyini mən olaraq görürdük. Mən Amar, mən Ceyhun, mən Toxum, yaxşı toxumuq da. Zaman keçdikcə, mənim 52 yaşım var, artıq uşaq, gənc deyiləm. Ki özümə artıq gənc sayıram. Demək, zaman keçdikcə baxırsan ki, yox, mən kökənli deyil bu hadisəm. Bəxt də çox önəmlidir. Şans da çox önəmlidir. Amma şans mövzusunda da təbii ki, çox fərqli düşüncələr var, çox fərqli kitablar var. Mən düşünürəm ki, şans önəmlidir. Amma digər tərəfində bir gerçəkliyi var ki, şans da onu axtaranı tapır. Bir de insanın şansını özü yaradır axı. O da var. O mövzuda şansını özü yaratma mövzusunda həm razıyam, həm razı deyirəm. Baxın, özü yaratmağa çalışan o qədər insan var ki, yenə də şansını yaxalaya bilmirlər. Mən şansın yaradan tərəfindən verildiyinə inanıram. Bilirsiniz mi? Mən şansın sırf başarı ilə, gələcəyinə inanmıram. Yəni, gənc vaxt elə düşünmürdüm açıqcası da. Mənə çox asan da deyərəm, indi mən əli oğlanam, nə bilim özüm yaradım. Yox, elə deyil. Şans önəmlidir. Amma şans nədir mövzusunda çox fərqli tanımlar var. Bilirsiniz mi? Onlarca kitab yazdım. Mənim bu mövzuda Karl Lineker'in çox gözəl bir sözü vardı, futbolist deyirdi ki, hər nə qədər şans olmasa da, yəni sizin dediyiniz deyir, şans yoxdur deyir, baxın deyir, hər nə qədər şans diye bir şey olmasa da, o yenə də onu arayanları tapır. Sizinlə mənim fikrimizin ortaq nöqtəsini dedi. Şans mütləq ki vardır, o axtaranları tapır. Elə düşünürəm. Bəs bu gün Azərbaycan iqtisadiyyatı düzdür inkişaf etməkdədir, onu inkar edə bilmərik. Ümumiyyətlə Azərbaycan biznesinin qarşısında duran maneələr var. Bu hansı maneələri oradan götürsək biznesimiz biz istəyən səviyyədə, yüksək səviyyədə inkişaf edir? Baxın, mən sizə bir söz deyim. Mən bu mövzuda çox net bir fikrim var. İqtisadi İnkişaf Nazirinin əməkdaşlarına bunu dəfələrlə bildirdim. Bugün Azərbaycanda iş adamları, zəngin iş adamlarına baxsaz, 90% ixalat kökənlilər və ya inşaat kökənlilər. Yəni, xaricdən bir şey alım, satım, Çindən, Rusiyadan, Türkiyədən və s. Bugün onları mental olaraq sənayeyə yönləndirmək çox çətindir. Bugün bu iş adamları sənayeyə gələcəm, mənim gələcəklər vergi, nə bilim, o, bu əlindən alacaq mentalitet. Hələ Azərbaycanın, köhnə Azərbaycanı zənn edirlər. Mən düşünürəm ki, bugün Azərbaycan iqtisadiyyatında çox ciddi addımlar atılır. Çox ciddi islahatlar gelir, layallaşır. Amma xoşuma gələn bir şey var. Bu hadisənin başında olan böyüklərimiz də bəlkə eşidələr, İqtisadiyyat Nazirliyi. Bunu reklamlaz edirlər. Elə bil ki, yeni Azərbaycan Nazirliyinin, məmuriyyətinin üzünü elə bir ki, reklam edə bilmirlər. Mən eləcək, çünki mən hər gün çayla burada dövranlı iş adamlarını deyirəm ki, açınlar, gəlin, dövlət dəstəyi verir, gəlin Qarabağda sanayi açaq. İnanmırlar. Köhnə Azərbaycandan qalmış bəzi qorxularını içindən ata bilmirlər, başa düşürsünüz. Və mən elə gəlir ki, burada elə bilginən ki, İqtisadiyyat Nazirliyi çox gözəl işlər görür bugün. Amma elə bir ki, reklam azdır. Elə bil ki, oran məsələsinin reklam azdır. Bəlkə İqtisadiyyat Nazirliyi bugünkü islahatdan ən böyük reklamçısı mənəm. Elə çayxanda da, yəni torxanda. Çünki mən desəm ki, Azərbaycanda burjua sinfi əmələ gəlməyib yalandır. Burjua sinfi əmələ gəlməyib. Kifayət qədər ilkin sərmayə var. Sadəcə bu ilkin sərmayenin sənayeyə yönləndirilməsi üçün mümbit şərait də var. Sadəcə qorxu var. O zənginlərin içində bir qorxu var. Köhnə Azərbaycandan qalmış bir qorxu var. Düşünürəm ki, bu mövzuda bəlkə eşidərlər səsimi İqtisadi İnkişaf Naziri nümayəndələri bugünkü yeni üzlərinin, yeni duruşlarının, yeni baxışlarının, inkişafa yönəli yeni oturuşlarının, yeni feyslərinin reklamını biraz daha çox eləmədilər. Çox istərim onu.
Bəs istərdim bir dənə şəxsi sual verim. Anar bəy ilk qazandığı pulla, ilk qazancı ilə nə anlayıb və nə edibdi? Baxın, mən tələbə idim universitetlərində, ofisiant işləyirdim. Aylarla 2 ay üst-üstə ət yemədiyim oldu. 2 ay üst-üstə ki, hər gün ət servisi eləyirdim. Mən yuxarı bir 600-700 dollarda pul toplamışdım. Əməlcim, məqsədim $1000 toplayıb biznəsə başlamaqdır. Düşünün, mən dönər putkasının bölümündən keçirim, dönərin qoxusu gəlirdi, yemirdim. İyiliyirdim, bəs eləyirdi. Və gelib axşam təkrar yumurtamı yiyirdim. Bir məqsəd qoymuşum, $1000 toplayıb biznəsə başlayacağım. Baxın, bu gün çoxları deyir, mən xəyal qurdum. Xəyal qurmaq yetməz. Xəyal uğruna elədiyin fədakarlıqdır sən elə lapan. Bəzilər deyirlər ki, iş adamı olmaq üçün, həyatda uğur qazanmaq üçün xəyal qur. Xəyal qurmaq yetmir. Xəyal uğruna, xəyal qurmayan uşaq yoxdur. Dünyadakı ən pasiv, ən geride qalmış, ən tənbəl insan belə xəyal qurur. Xəyal uğruna edilən fədakarlıqdır sənin elədiyin nəticə. Baxın, düşünün, 2 aydır ət yeməyən bir gəncim ki, gənc, mən də hiperaktiv bir gənc idim, indi də hiperaktivəm. Nə qədər ət tələbatı, mən o ətin qoxusunu alırdım, deyirdim, yox, $1000 olmayınca yeməyəcəm. Mən 150 nəfər iş yerinin sahibi idim, 150 nəfər iş yerinin sahibi idim, hələ Hyundai sürürdüm. Asanlıqla gelib, 1 saatda gelib Range Rover ala biləcək ki, Hyundai sürürdüm. Yəni, demək istədiyim, xəyal qurmaq deyil hadisə, xəyal uğruna gələn fədakarlıqdır insanı insan eləyən, insanı başarılı eləyən. Anladın nə demək istəyirəm? Bəziləri deyirlər ki, mən ilk olaraq, desək ki, nə ilə qurur bilirsən həyatda? Bugün çeşitli şirkətlərimizdə 500, 200, 200, toplam 700 nəfərdən çox insan çalışır. Bəlkə də 800. Desən, ən böyük başarın nədir həyatda? Mən deyərim ki, o $1000 yığa bilib, $1000 yığma bacarığım və $1000 dublonkalı işə başladım. Dublonka işlə başladım. Burada təbii anamın da mənə çox kömək oldu. Mənim ən böyük başarım odur derim. Yəni bu gün biz insanlara, gəncləri də, koçları dinləyirlər, nə bilim, pul qazanmaq, boşalılmaq, yalan dışarılar. Əgər siz, gənclər, qazandığınız bütçəni idarə edə bilmirsinizsə, boş şeydir nə qədər pul qazanmağınız. Yəni, uğurda bütçəni idarə eləmək çox önəmlidir. Bəzən düşünürlər, uğur qazanc mənbəlidir. Mən deyirəm, xeyr, uğur qazancını da idarə eləməyi də var. Əgər sən 1000 manat qazanıb 1100 xərcləyirsən, sən çox qabaq edəməyəcəksən. Yəni, bir şey istəyib də, ondan vaz. Mən geyimi çox sevən bir insanım, xanım. Təsəvvür eləməsi nə qədər geyim sevən insanım. Düşünün, mən hər gün altı parmaq çəddəsinə qaldım Bursada. Hər gün axşam çıxırdım gəziyə. Mağazinlər bağlandıqdan sonra orada bir poliver vardı. Ona baxırdım, hər gün ki, bu mart ayında endirmə girəcək və alacağım. Bütün günü gözləyirdim, o poliverə baxırdım. Tiffany Tomato, Tiffany Tomato'ydu brendin adı olan. Gözləyirdim ki, mart gələcək, fevral gələcək, endirmə düşəcək. Onda endirmə düşəndə də razmeri olmurdu. Alırdım, düzəldirdim, razmeri olmayanda da. O koftanı istəyib, o koftanın vazgeçmə bacarığıdır. Bilirsiniz mi? Yəni bir xəyal uğruna. Xəyal qurmaqla deyirlər, boş şeydir bunlar xəyalla. Xəyal uğruna quran fədakarlıqdır sənin uğrunun açarı. Mən elə düşünürəm. Anar bəy, heç elə bir gününüz olubmu ki, həmin gün deyəsiniz ki, bugün zəhmətim boşa getdi? O qədər olub, o qədər olub. O qədər olub. Hətta mənim yıxılmamı, mənim başarılı olmamı gözləyən o qədər insan var idi ki, yəni sırf onları güldürməmək üçün çox olub yıxıldıqlarım, çox olub yıxıldıqlarım. Hətta günüm başa getdi deyil, aylarla çəkilən zəhmət. Bəli. Amma bilirsinizmi, mən vaz keçməyə xoşlamıram. Hətta heç unutmaram, dekabrın 31 günü idi, mən aeroportdaydım. Rusya bir zavod almışdım, oranı düzəltməklə məşğul idik. 8-9 ayda o qədər zəhmət və başarısızlıq. Zəhmət, maddi, mənəvi bitiş və başarısızlıq. Hər kəs deyirdi, gördün deməmiş, demişdim sən eləmə, gördün, başarısız vaxt nağıl adamlar çox çıxar. Öz əmirlərindən, dostlarından da, öz sevənlərini deyirəm hala. Yəni, ən çətin anda da, hətta mən aeroportda qalanda, abi kövladım, dedim ki, hamı balasının içindədir 31 gündə, mən axşam saat 9-da zıda gəlib azı bizini satacağım. Nəyim yox idi mənim nəyim yoxdur ki, balamla möhtac qalmışam. Bilirsiniz o anda nə güc verir insana, o anda insana qoyduğun qabağındakı ülvi məqsəd güc verir. Mən onun üçün deyirəm, gənclər ülvi məqsəd qoyun. Məsələn, kimisi tələbə oxutmaq qoya bilər, kimisi, nə bilim, xəstələrə baxış qoya bilər, kimisi uşaq evlərini baş qoya bilər, kimisi uşaq evi tikmək istəyər.
ən çətin anı o çox güc verir bilirsiniz adama. Mən o anda elə bir ki, uşaq kimi qırıldım və bir anda qalxdım dedim, yox, gör neçə nəfər Məndən asılı. çörək yeyir və yaradana verdiyim bir söz var idi. Mən onu burada demək istəmirəm də. Dedim, onların mənə ehtiyacı var. O mənə güc verdi. Çünki əgər sən işlərin, zəhmətlərin qabağına göz mənbəyi kimi sadəcə evladını qoyarsan, bir müddətdən sonra zaten evlad da doyur. Yəni bir ev, iki ev, üç ev məsələsini doyur da, olmur. Mən düşünürəm ki, o ülvi məqsəd çox önəmlidir. Ən çətin anında, düşünün, dekabrın 31-də kövrək bir adam, özdə mən duyğusal bir adamam da, ailə sevən bir adamam. O anda ayağa qalxıb, yox, gör neçə nəfər mənim yolumu gözləyir. Bir proyekt başlamışdım, onunla əlaqədar. Onlar mənim qazancıma ehtiyacı var. Düşüncəsi ilə, bəli. Bir o, bir də çalışanlarım. Yəni çalışanlarım, dostlarım, balalarım, qardaşlarım. Bir də ki, çalışanlarım xaric başqa bir bütçəmiz var. O anda, o ülvi məqsəd bilirsinizmi, insana o qədər güc verir. Əks halda insan dəliyə dönər məncə. Mən hər zaman deyirəm, bir neçə milyonu olan adamın işdə olmasına, o adam ya çox ac adamdır və ət parçasıdır. Əgər həyatının məqsədinə sadəcə kupçalarının sayını artırmaq qoyarsansa, mən vallahi onu bəsit səyət sayıram. Bəsit sayı. O adam ət parçasıdır. Mən onu insan saymıram. İnsan olmaq üçün bir ülvi məqsəd qoymalıdır insan qabağına. Heç olmasa, nə bilim, ağaçlandırma fəaliyyəti qoysun qabağına, pis bağlara baxım qoysun, bilməm nə bir fəaliyyət qoysun. Mən, qızım, oğlum, bu çox cılız bir fikirdir. Mən insan, gənclərə də üzümü tuturam. Baxın, bir başarının səbəbi qabağıma ülvi məqsəd qoyar. Çünki ən çətin anında bir sual gələcək benim, neynənə mənim nəyim yoxdur. O zaman o ülvi məqsəd, o sizin yolunuzu gözləyən, sizin qazancınızın yolunu gözləyən, o körpələr, o uşaqlar qabağımda yaradan bir güc verir. Bir güc verir və ayağa qalırsan. Ümumiyyətlə, mən düşünürəm ki, kişinin məqsədi bitməlidir. Kişi ölüncəyə qədər qabağına bir məqsəd qoymalıdır. Mən elə düşünürəm. Çünki yaradışımız savaş üzərine qurulub. Yəni, bu boş-boş pasifizm cəryanları var da, yəni, otur, rahat yaşar. Bu, kişini öldürən bir hadisədir. Mən elə düşünürəm. Bir kişi işin bitti dediği anda bitmiştir. Ben elə düşünürəm. Çünki savaş, onun için mən gençlərə həmişə deyirəm, baxın bizim ofistəki gençlər. A kadrosunda bir 20 nəfər uşaq var, B kadrosunda da var, C kadrosunda. Mən A kadrosunu deyirəm də hələ. Hamısının borcu var. Borcu olmayan genç var mı? Bakın, hamısını məcbur borca soxdurmuşam. Hamısının borcu var. Birinin 2 ay bundan qabaq borcu qutardı, 2 otaqlı ev almışdı, borcu qutardı, 2 otaqlı evini aldım əlindən, 4 otaqlı ev yazdırdım, mənim evimdir, pulunu verdim, aldım. 4 otaqlı ev yazdırmışam indi ona. Kişi dediyin devamlı kortizol istehsalı elədi bədənin, devamlı savaş yönümlü olmalıdır. Mən bugün pasifizm cəryanlarının təbliğ elədiyi o soft kişi, light kişi qavramına qatılmıyorum. Kişi döyüşçü olmalıdır, savaşçı olmalıdır. İnsanların çöküş səbəbi, ailələrin dağılma səbəbi də o pasivizm cərəyanlarına xidmət etmələridir. Tərpəşməyib işləyə çalışın. Bir mənalı şəkildə. Baxın, bu pasivizm cəryanı, baxın, qadınlar da burada çox önəmli. Məsələn, qadınlar kişiləri təmin etməyə çox sevirsə. Ancaq baxın, bunun ana dəstəkləri qadınlar. Qadınlar hal-hazırda kişiləri pasivist eləməyə çalışır. Altdan sonra gəl mənimlə ol, gəl mənimlə gəzər, gəl mənimlə, nə bilim, ora getmə, bura getmə, pasivist bir kişi yaradılar, sonra da kişidən zəhlər gedir. Mən deyirəm gençlərə, baxın, qadınların yaratdığı formata çevrilərsəniz, bir müddət sonra qadın sizdən zəhləsi gedəcək. Qadın sizdən zəhləsi gedəcək. Mən kişinin yaratılış etibarilə hər zaman problemin içində olması gərəkdiyini inanıram. Bunu mən böyle uşaq beynindən demiştim, bir savat beynindən. Ama son zamanlar bunun hormonal səviyyədə açıqlamalarını okudum. Dedim, mən nə şey fikirləşmişəm, bak, sən demə. Sən demə, bu pensiya qurumunun var olması, kişilərin gerçək savaşçı kişiliyindən uzaqlaşdırır. Sən demə, bu pasivizm cəryanları ciddi mənada ailələrin pozulmasının bir nümunə səbəb odur. Kadınlar ister ki kişi işten tutsun gelsin yanına dursun, gelsin ondan. Kadınlar anlamırlar ki kişinin işten sonra oturduğu restoranda oturduğu çörək yemələr, içki içmələr, bunlar onun kurduğu tezgahlardır. Çevre edinir, güc kazanır, dostlar kazanır.
şahmatda bir balans qurur, sabahçı günə bir iş qurur və yaxud da hər hansı da olacaq işin ilkin kəşfiyyatlarını eləyir. Təbii ki, amma siz qadınlar bu gün, özellikle bu genç kadınlara üzümü tuturam. Baxın genç kadınlar, balalarım, kişilərin evdən geç gəlməsi səbəbi, evə geç, həmən ağlınıza əyləncə gəlir. Halbuki kişilərin içdiyi əyləncədə belə qurduğu bir təzgah vardır, sabaha bir yatırım vardır. Bilirsizmi, bu gün ailələr dağılma səbəblərinin biri də kişilərin pasivizm cəryanlarının etkisində təsir altında qalmasıdır. Və burada da qadınların kişilərə üzərinə vurduğu təzyiq çox önəmlidir. Bu gelişmə özüdür. Mən üzdən sadəcə dedim. Onun için bugün bütün medya, bütün Instagram, sosyal medya, bütün durum kişilərin pasivizmlə məşğuldur. Ərz elədikləri kişi obrazı, yeniləşdirilmiş kişi obrazı, bu kişinin normal biyolojiyasına ziddir. Mən düşünürəm ki, elə bugün boşanma hadisələrinin bunca sürətlənməsinin səbəblərindən biri də budur. Kişilərin savaşçıl zehniyyətindən biraz uzaqlaşması. Təbii ki, hazırda çox hiss olunmur. Qərbi Avropada, Rusiyada çox ciddi şəkildə bu hiss olunur, çox. Bəs Anar bəyi işdən kənarda ruhlandıran nədir? Mən bu mövzuda biraz narsistin sanırım. Məncə sevilmək istəyi. Sevilmək qədər gözəl bir şey yoxdur. Həyətdə balaca uşaqlar tərəfindən, bağda itim, 14 dənə pişiyim var, toyuqlarım, hər hətta onlar tərəfindən, mama, papa, bacı, əmi, qızı hamısını demirəm. Yəni, məncə sevilmək istəyi. Mama mənə sevgi narkomanı deyir. Sevgisiz deyən bəli, bəli, sevilmək istəyi, sevilmək gözəl bir şeydir. Mən onun üçün qürbət çəkə bilmirəm, həyatda çəkə bilmirəm. Sevilmək gözəl bir şeydir. Mən bir insanın sevgisiz yaşadıktan sonra var dövləti təpəsindəsin. Mən indi burada bəlkə izləyər bunu bilmirəm. Mən varı dövləti başından aşan bir insanın yanında gözyaşı içində ağladığını şahid olmuşam. Ki, mənim sevənim yoxdur. Hətta ailəsi tərəfindən belə. Mən istəmərəm elə yaşayış. Sizcə sevgi qarşılıqlı deyilmi? Sevgi verməsən necə tələb eləyəsən? O da var. Mən də onu deyirəm də, bilirsizmi, bunlar, burada biz necədir, xanım, mən qadın-kişi münasibətində deyiriksə, qadınların sevgi hadisəsi kişilərin sevgi hadisəsindən fərqlənir. Kişi əgər bu gün 7-də 8-də evə çıxıb, məsələn, evə yorğun gəlib, 3 dənə zərbə alıb, yarası var, qan axır, bu gün verci ilə bir spor olub, işçilərlə bir spor olub, rəqiblərlə bir, 3 dənə yarasından evə gəlib. Baxın, bu gün bu boşanma hadisədən münasibətlərdir. 2-3 yaranın evə gəlir, saat 9-dur. Evə gəlir, mücahid kimi gəlir, mücahidəm, bax, yaralı gəlmişəm, İçeri gələrkən də qadın da bütün günə düşünür, bilirsinizmi? Deyir, mən 9 saat uşağın əziyyəti çiməsi, mənə diqqət lazımdır. Qadın bu gün anlamır ki, 9-da gələn kişi evə, onda da oturub televizyonda baxırsa və TikTok'da oturursa, bu dincəlməyə gəlib yarasından. Deyir, bütün gün işdə dostlar, zaten işdən sonra dostlarla keyfdə dincəlib TikTok. Anlamır ki, o anda kişi evə diqqət görməyə gəlib. Buradakı çox maraqlı bir detal da budur ki, qadının baxışına baxın. Qadın da deyir, mən 8 saatı, 9 saatı badımcan aç, nə bilim, buradan bunu pişir, toyuğu pişir, uşağın riyaziyyətini, müəllim yanı. Bu da mücahid kimi qalıb. Akşam bir gələcək, mənim 3 dənə yaram var. Birim oğlumu riyaziyyət müəlliməsi vurub, damlayayım. Əslində hər ikisi də mücahid deyil. Burada mən indi bir qadınlar məktəbi açmaq istəyirəm. Böyük məqsədim də inşallah yaradan o məqsədimə çatsın. May ayında qadınlar məktəbi açmaq istəyirəm. Ailə məktəbi deyə bir məktəb. Təxminən mənə o heç bir maddi gəliri yoxdur. Təxminən aylıq 15-20 min manat sırf gedəri olan bir projedir. Amma inanıram ki, bu gün qadın da kişilərin o anda, o ən çətin anında, hər əldə bir illik bir periyod olur. 80% aşa bilmirlər bu gün onu. Ayrılırlar. Oturup aşa bilsələr ki, desək ki, mənim sənə diqqət verməməmin səbəbi içəri zaten diqqət almaq üçün gəlmişəm. Bax, 3 dənə yaram var, qan axır. Amma onlar da demirlər. O da demir və kişi demir. İkisi də susur, bəli, ikisi də susur və ikisi də gözləyir. O andakı incə bir moment var, incə bir məqam var. Onu anlatılsa, desək ki, kişinin qızı, bu səndən diqqətə gəlib. Bu ağrı içində gəlib, kimdir mənim bu ağrımı sən sarayacaqsan, bu ağrımı sən sarayacaqsan da. Və yaxud kişinin oğlu. Bunların da qadın ağrısını sarmaq nə var ki, kişilər ağrı sarmaq vəziyyətindir. Qadınlar bilər, bir çiçəklə bitər hər şey. Yəni çox şey tərəf edir. Əslində, bəli,
Biz anlamırıq onu. Baxın, bu gün kişilər onu anlamırlar ki, mücahid kimi gəlmişəm evə. İçəridəkinin də özünü mücahid zənn elədiyini anlamırlar. Əslində, qadın köyün olmaq çox asandır. Bir çiçəklə, əlinə tutub bir gəzməni 5 dəqiqədə alınır. Başa, çox dərin deyil qadının yarası. Başa düşürsünüzmü? Biz onu anlamırıq. Böyük deyil. Amma biz düşünürük ki, biz ağırdan gəlir. Bizə də bizə enerji verən şey nədir? Mən də keçmişəm ayda bu periodu. Ya, istəmirəm keçsinlər gənclər. Biz onu başarılı ilə atlatdıq. Xanımıma təşəkkür edirəm. Bir 5-6 aylıq kəskin ağırlı sürəcdən sonra çox oturduq aşağı. Başarılı və dəhşət bir mütaliə elədik. Bu mövzuda çox mütaliə elədik. Biz o anda qadın anlamır ki, kişinin buna ağır, kişi bunun üçün savaşıb. Ailə üçün savaşıb da. Yəni, hətta işdən sonra oturduğu axşam yeməyi də ailə üçün yiyir. Nifrət elədiyi bir insanın sağlığını içmək nə demək bilirsiniz mi? Baxırsınız, mənim başıma gəlib, mən içəri gəlmişəm, qızımı öpməyə, qucaqlamağa utanmışam. Çünki mən alçağın birini sağlığına içirdim. Mənə lazım idi. Bir tender idi, lazım idi. Siyasət. Bəli, alacağım var idi, çox böyük bir alacağım var. Düşünürsünüzmü siz? Bax, vicdanı olan bir insanın bir alçağın sağlığına içir. Nə qədər acı çəkir? Vicdansızın umurumda deyil. Düşünün, mən evə gəldim, qızımı qucaqlamaya bacarmın, deyim, qızım atan kirlidir, get. Gedim, yunurdum, mən 2 rəkət utanc namaz qılırdım, özümə bir namaz uydurmuşdum, utanc namazı. Gör, mən kimlə oturmuşam. İçki də içirdim, amma yaradan üzrünə də gedirdim. O, mənim özəl yaradan arasında bir diyalogum idi, özəl bir diyalog tərzim idi. Yəni, demək istədiyim, ən bəsit bir detal deyirəm də, bir alçağın sağlığını içməyin kişiyə vurduğu zərбəni, qadın onu anlamır axı. Kişi onu deməz axı ki, mən əysildim, getdim, alçağın sağlığını içdim. Kişi özünün onu dürülməz. Buradakı diyalog əksiliyindən o qədər gözəl ailələr dağılır ki, və mən həyatın məqsədi qoymuşam. İnşallah mən yayında məktəb açacağım. İnşallah. Hal-hazırda o məktəbi açmaq üzrə çox ciddi çalışmalarımız var. Mühazirəçilər, müəllimi, bir mühazirəçi də özüm olacağım həftə. Gənc bağlamımıza. Çünki mən o mövzuda, mənim ailəmdə o problemini biz o mövzuda çox mütaliə elədik. Biz olmazın qədər mütaliə elədik o mövzularda. Mən gördüm ki, burada bir dil əksikliyi var. 2 dənə gözəl insanın ayrılması qədər acı bir şey yoxdur. Pis insanlar önəmli deyil. Zaten ayrılması gözəldir. Baxın, 2 dənə çox gözəl insanlar ayrılırlar bu cün ailələr. Çox dəyərli insanlar ayrılırlar. O çətin anda diyalog pozulğu yaranır. İkisi də mücahid qisminə girir, qarşısındakini suçluyur. Bu məqamda inşallah yaradan qismət eləsin. May ayında biz o məqsədi, o məktəbi açacağıq, pulsuz olacaq. Təxminən şirkət olaraq aylıq 20 min manat pul xərcləyəcəyik. İnşallah ki, istəyirəm, arzumdur. Allah utandırmasın. Bu günüm uğurlu keçdi demək üçün həmin gündə nə baş verməlidir? Hansı hadisələr baş verməlidir Anar bəy üçün? Mən günün sonunda uğur və uğursuzluq mühasibəmi bir müddət olaraq, bir müddət əvvəl bitirmişəm, o cür mühasibə eləmirəm. Mən günün sonunda bir şeyə baxıram, mənim evdə bir indikatorum var. Balam. Əgər mən onu qucaqlayarkən utanmıramsa, günüm yaxşı keçib. Yəni, mən eləmə iqtidarında olduğum halda eləmədiyim bir yaxşılıqdan sonra, məsələn, bir yaxşılıq eləyə bilərəm, bu gün eləmirəm. Maddi durumum da yetər. Eləmirəmsə, hak etmiş bir insana, hak etmiş bir hadisə eləmirəmsə, evdə qızımı qucaqlaya bilmirəm. Mənə gəlir ki, evdəki indikator hər şey bəlli edir. Mən ki, nə bilim, utanıram, yaxşı ata deyiləm deyəm. Hər kişinin evində bir indikator var, qızımız. Baxın, görün, balalarım, gənclər və yaxud da iş adamları, evdə qızınızı qucaqlayarkən utanırsınızmı, utanmırsınızmı? Uğur odur. Mən elə düşünürəm. Uğurumun indikatoru lakmus kağızı evdəki balamdır. Əslində yaxşı fikirdir. Sizin şirkətinizə girdiyim andan divarlarda, ümumiyyətlə qapıların üzərində bizim şirkətdə vergülə son bütün məsələlərə yalnız nöqtə qoyulmalıdır. Bu açın bizim üçün zəhmət olmasa. O yazı bizdə şirkətdə hər yerdə var. Bütün şirkət çalışanların telefonlarında da var. ABB kadrosunun telefonlarında. Səbəb nədir? Səbəb nədir? Bilirsiniz, biz bir vaxt kiçik bir şirkət idi, ailə şirkəti idik. Hər kəs yapışdırıcı, yaxalayıcı çoxdur. Böyüdü, maşallah çalışanlarımızın sayı çoxaldı. Bugün mən düşünürəm ki, bütün şirkətlər, böyük şirkətlər öz ağırlığı altında batar. Şirkətlər böyüdükcə ağırlaşır və ağırlığı altında batar. Biz zamanla gördük ki, şirkətlər bürokratiya yaranır.
hər hansı bir qaldırılmış məsələ hə və ya yox şəklində nöqtələnməlidir. Yoxun özü də bir işdir. Mən hər zaman dediyim, inandığım bir gerçək var. Bəylər, inkarın özü də bir işdir. İnkarın özü də bir nöqtədir. Yarım qalmış hadisələr, yarım qalmış suallar şirkəti batırar bir mənalı şəkildə. Bizim şirkətdə hər yerdə o cümlə var, bizim şirkətdə vergilə son, bütün məsələlərdə yalnız nöqtə. Nöqtə negativ də ola bilər, inkar da ola bilər. Onun üçün bu hadisə mən şirkət çalışanlar inisiativ yüklənməsini istəyirəm. Bizim şirkətdə çalışanlar bizə verdiyi xeyirlə yox, bizdə verdiyi ziyanla ölçülür. Mənə ziyan verən insanları sevirəm. Çünki biz bir insan ziyan verməyibsə şirkətə, mütləq şəkildə o adam heç inisiativ yüklənməyib, qorxub qərar verməkdən. Mənim sevmədiyim şey insanın qorxmasıdır. Mən yanlış qərar verən insanları çox sevirəm. Bizdə burada bir hal-hazırda zavodumuzun direktoru, gələn də şərikim olacaq, Vasim, balamdır, mənim 10 ildir, balamdır, 11 ildir. O da mənə sadəcə bir qərarını deyim, 700 bin manat ziyan vurdu. Sadəcə bir qərarını. Toplam indiyə qədər 2 milyondan çox ziyan vurum. Amma onun da qarşılığında, vurduğu ziyanların qarşılığında şirkətin ortaq oldu 10%. Bu da bizim ona təşəkkür borcumuzdur. Adam qərar verib. Biliyorsunuzmu? Adam 10 dənə qərar verib, ikisi səhv çıxıb. Mənim qərar baxın bəylər, şirkətdəki mütləq diktatura şirkəti batırar. Şirkətlərdə mütləq diktatura olan patronların şirkəti one man show olur. O adam varsa vardır şirkət, yoxsa bitmişdir. Mən bugün gələrəm Maldivə, 10 gün yatarım orada şirkətdə bir şey eskilməz. Çünki kadrolar hamısı qərar verməkdən qorxmurlar. Mən qərar verən insanları, mənə ziyan verən insanları sevirəm. Bu da mənim muxtariyyəti olmalıdır. Baxın, menecer kadrosunun muxtariyyəti olmasa, hər 100 manat, 10 bin manat, 5 manat üçün tərəddüd keçirsə, bu adam qərar verə bilməz. Mən onun üçün bunların savaşçıl ruhunu öldürmək istəmirəm. Savaşçıl adam qorxaq olmalıdır. Savaşa soxmuşam arasını bir cəbhədə. Biri Rumuniyada savaşır, biri Latviyada, biri Moldaviyada savaşır, biri Gürcistan'da savaşır. Onların yanlış qərar vermə səlahiyyəti olmasa savaşa bilməzlər. Mən elə düşünürəm. Çox sağ olun Əmər bəy. Təşəkkür edirəm, çox sağ olun, xoş oldu. Sizinlə söhbətdən çox, necə deyim, bilikləndim. Çox sağ olun, təşəkkür edirəm, mən də çox xoş oldu. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edib bizə vaxt verdiniz bu qədər işin qarşısında. Düşünürəm ki, dəydi sizin üçün də bizim bu söhbət. Bəli, çox xoş oldu, hər zaman pozitiv qalın, işıqla qalın, gülərüz qalın. Əziz tamaşaçılar, verilişimiz son çatdı. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.